eləyə bilər? Sakinlərimiz müəyyən qədər maarifli olsa da, əməl etmirlərsə, bu təbii ki, onların sağlamlığına ziyan vura bilər və qeyd etdiyiniz kimi qarpızdan zəhərlənmə faktı ortaya çıxmasa da, bəzən olur ki, insan bir gün ərzində fərqli qidaları qəbul edir və yaxud da o qidalar keyfiyyətli olsa da, bir-biri ilə uyğunsuz şəkildə qəbul etdiyindən də zəhərlənmə ola bilər və yaxud da yenə qeyd etdiyimiz kimi mövsümündə olmayan qarpızları qəbul edər və yaxud da onun tərkibindəki hər hansı bir maddəyə qarşı həssaslığı ola bilər. Ona görə mütləq şəkildə bu faktorları qarışdırmamaq lazımdır. Və dəqiq nəticələr olmadan hal-hazırda sosial şəbəkədə mənşəyi bəlli olmayan məlumatlar və yaxud da reytinq xətrinə yayılan yalan məlumatlar da çoxdur. Ona görə belə məlumatlara inanmasınlar və mütləq deyərdim ki, bugün bizdə satış yerlərində bir çox məhsullar var ki, onlara çox gözəl nəzarət olunur. Özləri evə apardıqdan sonra ona diqqət etsinlər və yaxud da ki, qeyd etmişdiniz, salatlar hazırlayırlarsa, qarışıq içkilər hazırlayırlarsa, bunu həmin anda və yaxud da o qidaların bir-biri ilə uyğun olub-olmadığını bildiyi halda istifadə